olsun Allah'a ki gəldik çatdıq Məşhəd şəhərinin təxminən 95-100 kilometrliyində olan Nişapur şəhərinə. Bu olduğumuz yer, bu dayandığımız bu şəhər Nişapur şəhəridir. İmam Rıza əleyhissalam Mədinədən Xorasana, yəni indiki Məşhəd şəhərinə hərəkət etdiyi vaxtda gəlib ən uzun müddətli dayandığı şəhər bu Nişapur şəhəri olur. 3 gün, 3 gecə İmam Rıza əleyhissalam bu Nişapur şəhərində qalıb. İmam Rıza əleyhissalam bu Nişapur şəhərinə gəlib çatmamışdan əvvəl Mədinədə ki yaşayırdı. Buradan gəlib keçməyinin və Məşhəd şəhərinə getməyinin səbəbi Allah lənət eləsin Məmunun dəvəti idi. Məmun İmam Rıza əleyhissalamın qatili olub, bilirsiniz yəqin. Allah bütün əhl-i beytin qatillərinə əbədi lənət eləsin. Amin. İmam Rıza əleyhissalamı Məmun dəvət etdikdə İmam Rıza əleyhissalam gəlir bu Nişapur şəhərindən keçəndə bu Nişapur şəhərində dayanır və bu Nişapurun əhalisi İmam Rıza əleyhissalamın ətrafına cəm olurlar. Böyük bir məclis qurulur. Hətta bu Nişapur şəhərində olan bütün evlərdə nə qədər insanlar varsa əgər həmin məclisə cəm olurlar. Və həmin o məclisdə İmam Rıza əleyhissalam böyük bir xütbə etdikdən sonra, böyük bir moizə etdikdən sonra İmam Rıza əleyhissalam xütbəni tamam edir, moizəni tamam edəndə onda öz miniyinə, dəvəsinə minəndə Nişapur əhalisi deyirlər, ya imam, biz bu şəhərdə su cəhətdən və ruzi cəhətdən çox böyük əziyyət çəkirik. Bizə dua elə, Allah bizim üçün bir ruzi mənbəyi və Allah bizə bir su mənbəyi getirsin. Bir tarix yazır ki, İmam Rıza əleyhissalam bir daşın üzərində dayanmışdı ki, həmin vaxt İmam Rıza əleyhissalam əllərin qaldırır Allahın dərgahına və bu Nişapur əhalisi üçün dua edir. Və həmin vaxtı İmam Rıza əleyhissalam duanı edib tamam etdikdən sonra imamın ayağının altında olan o daşın altından su fəvvara verir və həmin o sudur ki, bu yerdən həmin o suyun mənbəyi bilinmir və həmçinin də o suyun tərkib hissəsi Kəbə evində olan İsmail Peyğəmbərin ayağının altından çıxan zəmzəm suyu ilə eynidir, amma bir element fərqi var. Və necə ki zəmzəm suyunu başqa bir suya qatarsan, o başqa bir suyun tərkibi çevrilər zəmzəm suyu olar. Eynən də bu Nişapur suyu da İmam Rıza əleyhissalamın ayağının altından çıxan bu qədəmgah suyu da başqa bir suya qatıldıqda çevrilər Nişapur suyu, qədəmgah suyu olar. İmam Rıza əleyhissalamın pak və mütəhhər ruhuna salavat zikr eləyək. Allahümme salli ala Muhammed.